Bismillahirrahmanirrahim. Allah Azze ve Celle'nin kitabına və Rəsulunun sünnətinə diqqət yetirəndə yetərincə ayə və hədislərdə görə bilərik ki, dinimiz bizlərə salih əməllər görərkən, hər hansı bir ibadətləri yerinə yetirərkən riyadən uzaq olmağımız üçün gizliliyə önəm verməyimizi istəyir. Bizi bunlara təşviq edir. Necə ki, sağ əlin verdiyini sol əlin bilməməsi kimi. Necə ki, Allahdan qorxaraq dua edib ağlayan birisinin qiyamət günü ərşin kölgəsində olacağı kimi. Çünki bunların etdikləri əməllər gizli əməllərdir. Bizlər bu hədislər işığında, bu ayələr işığında əməllərimizə, etdiyimiz ibadətlərimizə nə qədər həssas yanaşsaq da, çox təəssüflər olsun ki, nəfsimizlə başlı-başına qalanda günahlar məsələsində bir o qədər həssas olmuruq. Və ona görə də Allah Resulü Aleyhisselatü Vesselam bizə acı bir həqiqəti söyləyir ki, bir gün əshabı ilə bərabər olarkən deyir ki, ümmətimdən elə bir toplum tanıyıram ki, onlar qiyamət günü Allahın huzuruna gələrkən dağlar qədər əməllərlə gəlirlər. Lakin Allah Azze ve Celle onların o əməllərini toza çevirər, puç edər. Sahabələr soruşdular ki, ey Allahın Rəsulu, bunların vəsiflərini bizə söylə, bunların sifətlərini bizə söylə ki, biz də onlar kimi olmayaq. Bilmədən onların etdikləri əməlləri etməyək. Allah Rəsulü deyir ki, Aleyhisselatü Vesselam, bu kəslər elə sizin içinizdəndir, sizlərdəndir, salih əməllər görərlər. Hətta gecələri qalxıb gecə namazı qılarlar. Amma nəfsləri ilə baş-başa qaldılar, xəlvətə çəkildilər, Allahın qoyduğu haram hüdudlarını gözləməzlər və haramlara dalarlar. Subhanallah. O zaman insanların əlindəki vasitələr, harama salacaq səbəblər həqiqətən də günümüzdəki qədər deyil. Çünki günümüzdə bir telefon, bir internet, bir notebook, bu kimi, bir televizor kimi vasitələr bizi təklikdə olacaq haramın hər cüzünü işləməyə sövq edir və yaxud vasitə olur. Dəyərli qardaşlarım, unutmayaq ki, gizlində edilən salih əməllər, gizlində edilən ibadətlər nə qədər oddan qurtarıcıdırsa və gizlində edən günahlar da bir o qədər həlak edicidir. Allah dua edək ki, bizləri o xislətdən uzaq etsin və bizləri nəfsimizlə başlı-başına buraxmasın. Velhamdülillahi Rabbil alemin.